Bir də ikinci məni narahat edən, şübhələndirən əsas məsələlərdən biri sizin qonşuluqda olan uşağın onu kanala yıxıldığını görmüş olmasıdır. Yəni iki şey məni çox diqqətimi cəlb edir. Sənə hər şeydə təşəkkür edirəm. Mən yoruluram. Mən sizi bezdirirəm. Ruhiyyə xanımı bezdirirəm. Amma siz mənə dayanma gücü verirsiniz. Sizi incidirəm, amma üzr istəyirəm. Çünki anamız bilirsiniz ki, anamı tapa bilmirəm. Bir əvvəl qızı tək işi deyil, bir anam etkili dalıyla getmək. Tək yeganə mənəm. Gözüm yoxdur. Yəni biz o günlərim çəkilişə gələndə, Tərnə xanım çəkilişə gələndə var mı materialımız? Gəlin bir baxaq mı materialına, zəhmət olmasa. İndi heç kim mənim qapımı gəlib açmayıb, yəni kamerada var, hamısını baxa bilərsiniz. Özüm əkinlə, bitkinlə, nə qohum, nə ağrabə, heç bir gəlib qapımı açmır. Mübarizəni mən aparıram. Tək iki səs olmayan bir əl. Sadəcə istəyirəm ki, anam tapılsın, çobalayıram. Qapıda otururam ki, bəlkə bir şansı itirə bilər. Bəlkə kimsə gətirib bir kağız yazıb ata, o ünvanda. Bilirəm, qərəziz ola bilər, çünki mənə çox deyirlər ki, maman apar qoy ruhu ispanserə. Aparmadım, aparmaram da, indi onun hayatını belə çıxa bilərsiniz. Mən bilirəm ki, mən anam bu kətdə itib, kətdən qırağa çıxılmayıb. Niyə mən anamı araşdırmırlar, niyə şübhəli şəxsləri aparıb araşdırmırlar? Ola bilər, kimisə qapısına girib, vurublar, xəsarət yetiriblər. Ayaq yolunu ata bilərlər, ölsün, dirisin, doğrulayanlar, çünki qış aydı. Niyə məndən bu qərəz-qərəzi yaparırlar? Ruh xəstə anlayan kim qıya bilərdi? Kimin əli gələ bilərdi? Mənim mamam bu kətdə itib, mənim mamam hüzürdən sonra itkin olub. Hüzürdə də əlində nəsə olsaydı mənə onu gətirib verərdi. Niyə mənim anam axtarılmır? Gücüm yoxdur, təkəm, çıxıcam yoxdur deyə. Gözədə itkin itirdi. Nə yaxşı tapıldı. Amma mən anam verir 4 ayda. Bakı yollarındayım. Göyçay yollarındayım. Siz gələndə zəng elədim. Amma heç bir qohum yoxdur. Heç kimim yoxdur. Həyatda mübarizə mən tək yapacağım. Mamam tapılacaq. İnanıram ki, mama tapılacaq. Allah mən göz yaşımı yerdə qoymayacaq. Hüzür olan gün mənim anam itkin düşüb. Gecə mənim anam deyib qonşuda, kənddən su da gətirirdi. Odun da gətirirdi. Karıbqa zırılı da gətirirdi. Ən çox şikayət mən bu kəndimdən gəlib mənə. Ən çox mənim mamamın qocalar evinə qoyulması bu kəndimdən olub. İt tutdu, boynlarına qoya bilmədim. Gözünün altı qaraldı, heç kimin boynuna qoya bilmədim. Uşaqlar vururdu, daşlıydı, dəmbəliydi, heç kimin boynuna qoya bilmirdi. Ona görə də bəlkə də bu qısası məndən alırlar ki, sən aparıb qocalar evinə eləmədin, biz eləyib bunu. Anam heç kimi qocalar evinə qoyulmaz. Biz axı məni qoydular tək, tənha. Elə bir mən yoxam, elə bir oğul yoxdur. Hanı bu qohumlar? Niyə heç kimi axtarıb tapmaya kömək etmirlər? Niyə dəstək olmurlar? Hara müraciət edeyim, hara dərdimi deyim? Niyə dəstək olmurlar? Hara müraciət edeyim, hara dərdimi deyim, kimə deyim? Ölçürəm, bilirəm ki, mama pis olmasın ki, mən həyatım xaraba qaldı. İşığını yandırıram. Əkirəm, mama rahat olsun, haradasa rahat olsun. Düz o rahat olmur, çünki ən sevdiyi evlat, istədiyi evlat mən idi. Mən heç bir xeyirli şərə getmirəm. Çox müəmmalı deyir. Amma necə gedə bilirlər, necə rahat ola bilirlər. Saçmaraq qoymuram, heç bir şey ah deyə bilmirəm. Əkirəm, anam yanıldı. Vicdan əzabı yoxdur ki onlarda. Anamın bacısı. Yapanı nətər rahat yatırlar. Nətər dururlar, nətər iyi bitişirlər, ağzında bazı deyirsin.
çox müəmman. Yəni bilirsiniz, o bacı ki, gəlib bizdən dava eləyirdi də, burada. Üstümüzə gəlib dava eləyən bacıdır. Hansı ki, siz demişdiniz ki, götürlənmişsiniz burada, amma o da gəlib ki, bizdən sənin üstündə dava eləsin. Amma o başqa bir şeyin davasıymış o zaman, belə çıxır ki. Çünki sənin davan deyil idi. Dava sənin davansa niyə qapında heç kim yoxdur? Niyə xala yoxdur? Niyə doğmalar yoxdur? Niyə əzizlər yoxdur? Niyə çəkiliş eləyirik? Gəlin, bir məsləhətləşək. Bu 1 il 4 ayda kimlər gəldi? Öz qardaş bacımdan başqa. Kim var? Heç kim. Bayramlarda da deyəcəm. Yəni gəlin belə açıq danışaq da kimə sərf eləyirdi? Biri demirsən ki, kənd soveti o vaxtki nümayəndə rəhmətli o deyirdi ki, bunu qocalar evinə qoy, bunu qocalar evinə qoy deyə icra nümayəndəsi. Elə də elə deyil. Bəli. Tərlan müəllim deyirdi ki, qocalar evinə qoy. Daha sonra kim israr edirdi ki, qocalar evinə? Yəni Rəvan da gəlirdi ki, ana, məktub ərzə yazılmalıdır, müalicə olunacaq, sağalacaq, xəstəxana maşını ilə aparılacaq. Yəni özüm razı olmadım, özüm gətirdim ki, görünür. Amma sən onu Bakıya gətirmişdin, kəşke qoyardın elə burada qocalar, burada müalicəyə. Eləyə bilməsən indi hanı? Heç olmasa oraya qoysaydı, bəlkə Biləsən, mənim bacım, qurban sənə, mənə bax, qocalar evində olmuşsan sən, sanatoriyada, elə bilirsən orada olan... Allah göstərməsin. Qocalar evi yox, ruhu ispazı. Mənim o şey Oranın yeməyindən də harını görmüşsün. Olsun, amma ki nə qədər olmasa da qocalar evidir də, yəni bir atılmış insanların yeri kimi qəbul edilir. Adama xoş gəlmir də, başa düşürsünüz, adı ağırdır. Yəni, bir yaşlı özü gedib oraya gittik. Yəni, Sanatoriya kimi. o elə də bilməyəsə, dəli, kiməsə ziyan verir. Ola bilər, O vaxtdan Məsələn, hanım dəli kimi özünə aparır, belə elə. Amma o elə də ruhu xəstə olmayıb, evinə gəlib girən adam ziyan verən adam olmuyor. Başa düşürsünüz, agresif olmuyor, döymüyor, vurmuyor, xəstəxanaya incitməyib. yatırdın deyənlərin məqsədi nə olub ki, nə əldə edə bilərdilər ki, o xanımı Bax, xəstəxanaya bilirsiniz necə, gedirmiş, məsələn, hardan, məsələn, zizbil var, nə bilim, qonşuda bir vedrə var, çubuq var, ancaq belə özdəki təpinən kimi qaçıb çıxıb gedirmiş. Durub çıxıb gedirmiş. Hə, yəni ki, adamın eləyə biləcəyi maksimum bu olubdur. Bəlkə bugünə qədər biz iri yarında müzakirə edirik. İri yarında hələ bir adam cəvrılmadı ki, o mənə, məsələn, daş atıb, məni vurub, məni incidib, mənə nəsə eləyibdir. Yəni, agresif adam olmayıbdır. Qısa bir aradan sonra biz davam edək.